Bakın videoya başlamamıştan önce ilk önce videonu ağzı boş insanlar başka tarafa yozmasın diye bildirim ki mən vətənimə də, millətimə də, prezidentimə də canım qurban olsun, onların verdiği qayda qanunlara da. Amma mənim buradan, yəni mən zaten vətənsevər və vətənimi sevən bir sosial insanam, gənc sahibkaram, yetəri qədər xidmətimi eləyən bir insanım. Baxın, mənim sözüm buradan Yol Nəqliyyat Nazirliyinədir. Bilmirəm, bu yollara kim baxır, bu qayılara, bu nə bilim cərmələri kim yazır, onların yəqin ki Yol Nəqliyyat Nazirliyidir ora. Bilmirəm, səhv də deyə bilərəm. Baxın, mən Əcəmidə işləyirəm və Əcəmidə 5 mərtəbənin altındadır. Biz burada 2 aydır maşın saxlayırıq. 3 aydır maşınsa, yəni bura yazılan bir yer deyil. Dünən gəlib burada iş yerimizin qabağında 90% insana 60 manat 2 bal yazılıbdır hamıya. Ki burada hamı sahibkardır və maşınlı insanlar 10 saat işdə olur. Maşınımızı harda saxlayaq biz? Platların hamısı dolu olur dostlar. Platların hamısı dolu olur. Çünki Əcəmi bilirsiniz necə işlək bir yerdir. Yəni bina arasıdır bura. Bina arasında mən ilk dəfə də görürəm ki, cərimə və 60 manat 2 bal. Baxın, mən keçən ay 450-500 manat cərimə ödəmişəm. Yerdə həndəsi fiqurlar yaradılıb, baya. Mən 15 ilin şoferiyəm, mən hələ bilmirəm. Düz yol gedirsən, yol dönür 4 dənə belə yoldan xəttlər. Bilmirsən sağa mı dönəcək, sol, bu nə qaydadır, bu nədir? Və hər xətti tapdalamaq, hər cərimə 100 manat 3 baldır. Yaxşı, biz zaten bu ağır cərimələri ödəyirik də. Əli məsələ, ödəyirik də biz bu cərimələri. Bu bal nədir? Bal limitini qoymusunuz 20 bal. Silinmə yox, bir şey yox, əvvəlki kimi. Bal limiti 20 bal. Düzdür? Bu insanlar hər gün işə gedir, gəlir. Ağır 400 manat, 100 manat cərimə bilirsiniz. 400 manat maaş alan adam üçün nə deməkdir? Cəmaət bu taksidir, cəmaət hər gün uşağını məktəbə aparır. Zaten insanların əmək haqqısı 500 manat, 600 manat, 400 manatdır da. Cərimə birin 100 manat eləmişsiniz. Və hər yerdə xəttdir. Qələt edirik, xəttin yanından keçirik. 100 manat 3 bal. Bu 100 manatı biz zaten canımız çıxır ödəyiriksə, bu 3 ballar nədir? Onda ya bal qoyun, ya cərimə qoyun da qardaş. Niyə biz yaşamayaq? Bu nədir bu? Maşın sürmüyor. Niyə biz? Niyə? Bu nədir? Qoymusunuz 20 bal. Hamı prava getdi. Hamı da prava gedib. Bu xəbərimiz var. Taksi evinə 10 manat çörək aparan taksilərin hamısı baldan gedib. Mən qoçu deyiləm. Mən qadınam. Mən qayda qanunla sürən insanam. Vətəndaşım biri mən. Mənə keçən ay 2 dənə baxın, kəmər gəlib. And dolu Allaha mən kəmərsiz maşın sürən deyiləm. 2 dənə kəmər gəlib, 40 manat, 40 manat. Axı mən bunu taxıram, bu mənə niyə gəlsin? Baxın, bir 15 gün qabaq anamı aparırdım xəstəxanaya və bilirsiniz, mənim anam xəstədir, ağır müalicələri gedir və həkim onun belinə implant yazıb. Çox pisəm, başa düşdünüz, çox pis idi. Durduq yerdə məni qayı saxladı. Polisə də şikayətimi eləmişəm, amma bir ay, 15 gündür mənə hələ bir nə cavab var, nə bir şey. Durduq yerdə mənə qayıdır, yol ayrıcını pozmusan. Amma and ola Allaha mən heç nə pozmamışam. 100 manat 3 bal. 100 manatında da deyilmi cəhənnəm. Bəs bu 3 bal mənim pravamda axı artır mənim limitim. Mənim məhdudiyyət qoyulduqdan sonra mənim möhtəliyimdə körpə az yaşlı uşaq və 2 xəstə valideyn var. Mənim pravamı məhdudiyyət qoyulandan sonra mən necə işə gedib gəlməliyəm? Neynəməliyəm mən? Ya bu şeyləri bir əncam çəkilsin. Yenə də deyirəm, mən dövlətimə, dövlətçiliyimə canım qurban. Amma fakt mən 2 saat işimə gəlmişəm. Qardaş, mən yer tapa bilmirəm ki, mən saxlayım, girim xarabama 5 manat uşağıma çörək pulumu qazanım. Belə şey olmaz ya, valla. Yəni, həqiqətən belə şey, yəni, insanı iyrəndirməyin, insanı bezdirməyin. Yəni, olmaz da belə şey də. Bu nə də 100 bal 3 bal. Qələt edirsən 100 manat 3 bal, 100 manat 3 bal. 100 manat 3 bal. Gəldi oldu 20 bal. Pravan getdi məhdudiyyət. 6 ay Allah kərimdir. Otur o elə gözdə ki, nə yeyib nə içəcəm. Biabırçılıq de, olmaz axı belə. Xahiş edirəm də buna bir nəzarət eləyin də. Durduq yerdə gəlib səni cəriməli sübut eləyənmirsən. Hələ rayon yollarını heç demirəm, bu postları heç demirəm. Biabırçılıq deyə.